Bir kere yükselen bayraq bir daha enməz, demişdi Məmməd Əmin Rəsulzadə. Və bugün bu bayraq müstəqil Azərbaycanın başı üzərində dalğalanır. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlaliyyət bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasını elan etdi. Beləliklə, Müsəlman şərqində ilk dünyavi demokratik dövlət yaradıldı. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Cumhuriyyətinin müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli xan Xoyski seçilmişdi. İlk dəfə qadınların seçim hüququnu tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cumhuriyyət, o cümlədən ilk milli ordu, ilk milli pul vahidi, ilk milli bank və ilk dəfə azad seçkilərin keçirilməsinin səbəbkarı oldu. Azərbaycan Demokratik Respublikasının rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti idi. 1918-ci il 9 noyabr tarixində Məmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər ilk milli bayrağımız qırmızı rəngdə idi. İlklərlə dolu Cumhuriyyətin varisi müstəqil Azərbaycan hələ çox zirvələrə bayraq sancacaq. Növbəti zirvələrə qədər.